1400 ildir danışılır, cinayət olub Kərbəlada. Onun səbəbkarı bilirsiniz kimdir? Hürdür. Hür saxladı İmam Hüseyni Kərbəlada. İmam Hüseyin uzaqlaşsaydı Küfədən onlar gəlib çata bilməyəcəkdi. İmam dedi, burax gedim. Əsəbləşdi İmam dedi, anon matəmində ağlasın Hür. Burax məni çıxım gedim. Kaş imamla vuruşardı. Vuruşsaydı 1000 nəfərlik dəstəydi. İmam onları məğlub eləyəcəkdi. 72 nəfərlə də olsa. Mühasirəyə aldı. İmam dedi, onlar birinci vuruşmasa biz vuruşmayacaq. Görürsün neynədi? Saxladı ki, o birilər gəlib çıxsın. Saxladı, məddəl qoydu. Vaxt tutdu ki, Şimir gəldi, Ömər Səd gəldi, çatdı. Çatdı. İndi bu peşman olub. Dedi, gedirəm üzr istəməyə. Dedilər, nə üzr? Sən üzr istəməyə gedirsən, bu hadisədən sonra dedi, siz tanımırsınız bunları, bu ailəni tanımırsınız. Mən tanıyıram. Adama deyərlər, peşmansan, qaç git gözünə görsənmə. Sən Zeynəbin üzünə necə baxacaqsan, onu qorxutmuşsan sən. Sən uşaqların üzünə necə baxacaqsan. Dedi, siz tanımırsınız Hüseyni. Belə ailədir ki, düşmən də tanıyırdı. Mərvan təqib olunanda gəldi İmam Səccadın evinə. Cəludi İmam Rızanın evini qarət eləmişdi. Amma bir xahişini yerinə yetirmişdi. Dedi, evə daxil olma, nəyim var özüm gətirirəm. İmam getdi, evi bütün nəyi vardı, götürdü, gəldi, verdi ona. Cəludini edam eləmək istəyəndə İmam Məmundan xahiş elədi ki, onu mənə bağışla. O mənim sözümü yerə salmadı. Bilirsiniz onun hadisəsi. Hür Həzrət Zəhranı tanıyırdı. Elə ki İmam Hüseyin dedi, Hür anon matəmində ağlasın. Dedi, sizin ananız Fatimə Zəhradır. Mən heç onun adını dilimə gətirməyə ləyaqətim yoxdur. Mən deyirəm, bəlkə də İmam Hüseyin baxdı ürəyində dedi, bərəkəllah Hür. Bu mərifət və. Oğluna dedi, gedirəm üzr istəməyə. Oğul dedi, ata necə üzün gəlir? Bir üzrlə qutaracaq. Dedi, mən tanıyıram, mən üzr istəyəcəm, İmam Hüseyin məni bağışlayacaq inşallah. Başına torpaq tökdü. Çarıqlarını boynundan astı. Fikirləşir ki, gedim üzrxahlıq eləyim. Amma Hür, sən də Hüseyni tanımamsan. Sən də tanımamsan. Sən fikirləşirsən ki, gedim üzr istəyim, bağışlayar. Sən gələndə, Hüseyin səni uzaqdan görəndə heç qoymadı ağzı açasan. Dedi, irfər əsək, başı qaldır, bizim qapıya baş aşağı gəlmə. Sən də tanımamsanmış. Sən də bilmirsənmiş nə qədər rəhəmlidir. Əli Əkbəri göndərdi ki, get onu bağrıva bas. Heç nə olmayıb elə bil. Hür də İmam Hüseyni elə müdafiə edirdi ki, elə bil ki, əvvəldən yanında olub. Bu cürət səndə hardandır? Yaxşı, get elə bir küncdə deyən xəcalət çək də. Hür deyərdi bizə ki, siz tanımırsınız, bu qədər sinə vurursunuz, İmam Hüseyni tanımırsınız. O elə məni qarşıladı ki, elə bil onun ailəsinin üzvüyəm mən. Ona görə mən bu cürəti tapdım. Hür bilirsiniz nə deyərdi? Deyirdi düşmənə. Gedir düşmənə deyir ki, utanmırsınız, siz Fatimənin oğlu ilə döyüşürsünüz. Hür, neçə gün qabaq Hüseyin sənə bu sözləri deyirdi. Yadından çıxıb Hürrün. Hür deyir, necə yəni, mən Hüseynin yolunu bağlamışam. Bağışlayanda belə bağışlayırlar ki, özündən də unuttururlar, özünü də yadından çıxardırlar. Sən neynədin ya Əbu Abdillah? Necə möcüzə elədin?